Qoç bürcü. Pis gün değil. Bir çox qoç təsir edici peşəkar nəticələr əldə edəcək. Yaxın gələcəkdə karyera yüksəlişi üçün yüksək şanslar var. Səmimiliyiniz və birbaşalığınız həmkarlar, rəhbərlik və biznes tərəfdaşları ilə tez bir zamanda ümumi dil tapmağa kömək edəcək. Qazanclı sövdələşmələr bağlaya və perspektivli əməkdaşlıq qura biləcəksiniz. Eyni zamanda siz xırda şeylərə yersiz əhəmiyyət verməyə və xırda məsələlərdən narahat olmağa meyilli olacaqsınız. Xüsusilə günorta saatlarında mühüm qərarlar qəbul etməyə tələsməyin. Yoldaşların dəstəyi çox vaxtında olacaq. Buğa bürcü. Gün çətin başlayacaq, amma tezliklə hər şey düzələcək. Səhər biraz əsəbi olacaqsınız, ona görə də xüsusilə xırda məsələlərdə mübahisələrə girməməlisiniz. Uğurlu danışıqlar aparmaq həmişə mümkün olmur. Bununla belə maraqlarınızı açıq şəkildə pozan şərtlərlə razılaşmamalısınız. Günün ikinci yarısında istənilən sürprizin öhdəsindən gələ biləcəksiniz. Təhsil almaq və ya ixtisaslarını artırmaqla məşğul olan buğalar mürəkkəb məsələləri asanlıqla başa düşəcək və faydalı bacarıqlara yiyələnəcəklər. Axşam çoxlu ümumi maraqlarınız olan insanları ziyarətə dəvət etmək üçün əlverişlidir. Əkizlər bürcü. Yaxşı gündür, lakin səhər çətin ki, fəsadsız keçsin. Biraz narahat olacaqsınız, ona görə də həmişə düzgün qərarı tez qəbul edə bilməyəcəksiniz. Bəzi əkizlər işinə ara verməli olacaqlar ki, diqqətini məişət məsələlərinə yönəltsinlər. Əgər yaxınlarınızla mübahisələrdən qaça bilsəniz, gələcəkdə hər şey yaxşı olacaq. Nüfuzlu şəxslərin dəstəyini qazanmaq imkanı yaranacaq. Layihələrinizə sponsorları və investorları cəlb etmək üçün yaxşı vaxtdır. Cazibədarlığınız və optimist münasibətiniz hətta çoxdankı bədxahları da asanlıqla qazanmağa imkan verəcək. Xərçəng bürcü. Əlverişli gün, xüsusən də ilk yarısı. Aktiv, enerji dolu və inamlı olacaqsınız. Təşəbbüsləriniz yüksək qiymətləndiriləcəkdir. Bir çox xərçənglər özlərində gizli istedadlar kəşf edəcəklər və bu, onlara çoxdankı problemləri həll etmək üçün qeyri-adi yollar tapmağa kömək edəcək. Başqalarının çətin tapdığı işlərin öhdəsindən belə gələcəksiniz. Günün sonunda yorğunluq yığılacaq. Duyğuların öhdəsindən gəlmək çətin olacaq, ona görə də bu dəfə vacib məsələləri təxirə salmamalısınız. Axşam ev işlərinə, qohumlarla ünsiyyətə həsr olunmalıdır. Şir bürcü. Gününüz xoş keçsin. Bir çox şirlər perspektivli əlaqələr qura və tezliklə böyük fayda gətirəcək əlaqələri bərpa edə biləcəklər. İşlərinizdə həmkarlarınızın köməyinə arxalana bilərsiniz. Təcrübəli dostların məsləhətlərinə qulaq asmaq faydalı olacaq, onlar mütləq uyğun olacaqlar. Gələcəklə bağlı planlar qurmaq üçün əlverişli zamandır, uğur şansları həmişəkindən daha çoxdur. Dözümlülük və əzmkarlıq sayəsində təsir edici nəticələr əldə edəcəksiniz. Gələcək nailiyyətlər üçün möhkəm təməl qoya biləcəksiniz. Çox güman ki, uzun müddətdir tanıdığınız biri ilə romantik bir hekayə başlayacaq. Qız bürcü. Olduqca sıx bir gün. Həmişəkindən daha çox məsuliyyət götürməli olacaqsınız. Bəzi köhnə vədlər sizə qayıdacaq, ona görə də bu borcları ödəmək üçün vaxt sərf etməli olacaqsınız. Bununla belə qızların əksəriyyəti israrlı və iddialı olacaqlar, buna görə də hər şeyin öhdəsindən uğurla gələcək və özlərini yaxşı sübut edə biləcəklər. Karyera yüksəlişi ehtimalı yüksəkdir. Sizin xidmətləriniz qiymətləndiriləcək. Bununla belə günün ikinci yarısında başqaları ilə ünsiyyət zamanı xüsusi təmkin nümayiş etdirmək vacibdir. Ümumi dil tapmaq o qədər də asan olmayacaq. Tərəzi bürcü. Ən yaxşı gün deyil. Bununla belə ciddi çətinliklərdən qorxmağa ehtiyac yoxdur. Səhər əksər tərəzilər qohumlarının problemlərini həll etmək üçün işdən qısa müddətə fasilə verməli olacaqlar. Səbirli və diqqətli olun, təfərrüata maksimum diqqət yetirin, sonra səhv etməyəcəksiniz. Başqaları ilə razılığa gəlmək həmişə asan olmur, ona görə də ilk növbədə öz gücünə güvənmək daha yaxşıdır. Axşam saatlarında ev işləri sizə özünü xatırladacaq. Onlar sizi narahat edən fikirlərdən yayındırmağa kömək edəcək və sevdiyiniz insan sizə emosional dəstək verməyə çalışacaq. Əqrəb bürcü. Qeyri-müəyyən bir gün. Səhər saatlarında məhsuldar iş əhval-ruhiyyəsinə düşmək sizin üçün çətin olacaq. Məsuliyyətlərinizi unutmaq və planlaşdırdığınız işləri təxirə salmaq istəyəcəksiniz.
Siz bu impulslara təslim olmamalısınız, əks halda reputasiyada daxil olmaqla itkilər qaçılmazdır. Əksər əqrəblər özlərini bir yerə toplayıb kifayət qədər səy göstərsələr, yaxşı nəticələr əldə edə bilərlər. Tədricən düzgün ritmə daxil olacaqsınız və nəzərə çarpacaq bir emosional yüksəliş hiss edəcəksiniz. Bütün lazımi işlərin öhdəsindən gələ biləcəksiniz. Axşam yaxınlarınızla ünsiyyət və yaşlı qohumları ziyarət etmək üçün əlverişlidir. Oxatan bürcü. Biraz mübahisəli gün olacaq, amma daha yaxşısı olacaq. Çox şey yığılacaq və əvvəlcə onların yükü hədsiz görünəcək. Bununla belə hələlik imtina etməməlisiniz. Sadəcə başlayın və hər şeyin gözlədiyiniz qədər çətin olmadığını görəcəksiniz. Çətin hallarda kömək üçün etibarlı müttəfiqlərə müraciət etməyə dəyər. Bəzi oxatanlar maliyyə məsələlərində əhəmiyyətli uğurlar qazanacaqlar. Düzdür, bunun uzun müddətli olacağı ehtimalı azdır, amma buna baxmayaraq planlaşdırılmamış gəliri çox ağıllı şəkildə idarə edəcəksiniz. Günün ikinci yarısı həmkarlar, yaxınlarınız və sevdiyiniz insanla münasibətləri möhkəmləndirmək üçün əlverişlidir. Oğlaq bürcü. Ən asan gün deyil. Səhər saatlarında sizə prioritet vermək və vacib olana diqqət yetirmək çətin olacaq. Bir çox oğlaqlar xırda səbəblərdən yayınacaqlar. Tələsik qərarlar verməməlisiniz. Ehtiyatlı olun, yaxşı fürsətlər açıla bilər, onları əldən verməmək vacibdir. Xırda uğursuz təsadüflər ola bilər, amma fəlakətli heç nə olmayacaq. Günün ikinci yarısı həm işgüzar, həm də şəxsi ünsiyyət üçün əlverişlidir. Qeyri-adi dərəcədə anlayışlı olacaqsınız, buna görə də hər kəslə asanlıqla ortaq bir dil tapacaqsınız. Dolça bürcü. Uğurlu gün. Çox çətin görünənlər də daxil olmaqla bütün sualların öhdəsindən gələ biləcəksiniz. Bir çox dolçalar nüfuzlu insanların dəstəyini təmin edə biləcəklər. Maddi yardımın alınması istisna deyil. Optimist münasibət və xoş niyyət insanları asanlıqla ələ keçirməyə və yeni tanışlıqlar qazanmağa imkan verəcək. İşgüzar tərəfdaşlarla sərfəli sövdələşmələr bağlaya və perspektivli əlaqələr qura biləcəksiniz. Cazibədarlığınız peşəkar uğurunuzda mühüm rol oynayacaq. Balıqlar bürcü. Çox şey nəticə verəcək, amma həmişə ilk cəhddə deyil. Yeni şeylər öyrənmək üçün əlverişli gündür. Siz hətta mürəkkəb mövzuları da asanlıqla başa düşəcək və işinizdə faydalı olacaq faydalı şeyləri öyrənəcəksiniz. İşgüzar səfərlər yaxşı keçəcək və bütün məqsədlərinizə çatacaqsınız. Bir çox balıqlar uzun müddətdir gözlədikləri xoş xəbərlər alacaqlar. Günün ortasında emosiyaların öhdəsindən gəlmək çətinləşə bilər. Həmkarlar və qohumlarla xırda fikir ayrılıqları ola bilər, amma istəsəniz, kobud kənarları hamarlaya və ciddi problemlərdən qaça biləcəksiniz.